Demək, Norveçdə alışmadığımız şeylərdən də biri hara gedirsən növbədir. Yəni növbə dükanda, bazarda yox, elə bir növbə yox. Yəni hər hansı bir təşkilatın müraciət edirsən, növbəyə yazılmalısan. Öncədən SMS göndərməlisən ya elektron ünvanına yazmalısan və s. və ilə axır. Bu növbə haqqında indi maraqlı faktlar deyəcəm. Çox təəccüblü, bizim üçün təəccüblü ola biləcək faktlardır. Təsəvvür edin, bir tanışım var, adamın bel xəstəsidir, ciddi bel xəstəsidir, qadın idi. Həyat yoldaşı ilə bir zülmlə həkimlərə gedirdi, aparırdı həkimlərə filana. İş o yerə çatdı ki, adamın belini əməliyyat eləməli oldular. Adamın belini əməliyyat eləməlidilər, artıq belə deyək də, predeldir də, artıq bundan o tərəfəsi yoxdur, əməliyyatlıqdır. Adama yazda əməliyyat təyin elədilər payız fəslinin sonlarına. Təsəvvür edirsiniz? Yəni 6-7 ay. Həkim sistemi ümumiyyətlə burada növbədir. Növbəni sevirlər bunlar sanki. İş o yerə çatır ki, bunlarda. Təsəvvür edin ki, hələ bu söylədiyim bu həkimlə bağlı bu heç nədir. İndi deyəcəyim faktın qarşısında. Adamın təsəvvür edin sürücü yol hərəkəti qaydalarını pozub, adama neçə ay isə həbs cəzası veriblər. Çox küçük bir ayda, yəni uzun olmayan bir müddət həbs cəzası veriblər. Adam indi gedib türmədə yatmalıdır da. Da elə deyil ki, səni götürdü, aldı, götürdü şeydən, məhkəmə zalından həbsə apardı, atdı, yox. Adama həbs cəzası təyin olunur. Adam gedir türməyə, özünə və türməyə uyğun bir vaxt seçir. Misal üçün 6 aydan sonra gələcəm. Yəni mən faktlara əsaslanıb deyirəm burada Norveçdə. Adam gedir həmin 6 ay ərzində işindən otpuska deyək də, otpuska əzamiyyət alır. Heç kəs də bilmir ki, adam getdi həbsə. Gedir 1 ayını, 2 ayını yatır, ya bir müəyyən bir hissəsini yatır, müəyyən bir hissəsində qalır sonraya. Yəni belə, bu qədər növbəlidir burada hər şey. Bir də bunlar ən çox üstünlüyü, bu da ondan irəli gəlir ki, bunların ən çox üstünlüyü verdiyi şey stressiz həyatdır. Yəni stressdən, əsəbdən uzaq durmaq. Bu da ondan irəli gəlir. Həddindən artıq çox ləngdilər insanlar burada. Tələsmirlər, heç yerə tələsmirlər. Heç bir şeyin belə arzusunda olduqları şeyi belə ay tez əldə edeyim, ay tez bu mənim olsun, ay bu yox, heç bir şeyə tələsmirlər. Özlərinin dedikləri kimi ilk stres, yəni stressizlik. Yəni belə həyat sürməyə üstünlük verirlər. Yəni bu çəkdiyim misalları saysız dərəcədə çəkmək olar ki, o dediyim növbə ilə əlaqədar bir çox misallar çəkə bilərəm. Yəni bunlar burada həyat belədir. Heç vaxt görməzsiniz ki, kimsə harasa tələsir. Heç vaxt söhbət Norveçdən gedir, sırf Norveçdən gəlmə ola bilər. Heç vaxt görməzsiniz ki, adam uca səslə qışqıra danışır. Əsəbi şəkildə danışır. Bu ölkəyə xas deyil. Yad bir xüsusiyyətdir bu ölkəyə. Odur ki, burada həyat tərzi belədir, ilk stres, yəni hətta xəstəsənsə də belə, yəni tələsməməlisən, stressiz, növbəvi gözləməlisən və s. və ilə axır. Ola bilər ki, o xəstəlik amilində, ola bilər ki, sən əməliyyat olunmalısan, artıq ölüm qalım məsələsindəsən, yəni həyati vacib əhəmiyyətli bir sağlıq problemini yaşayırsan, o zaman ola bilər səni növbədən kənar qəbul eləyərlər, növbədən kənar səni əməliyyat eləyərlər və s. və ilə axır. Bu zamanda olar. Amma normalda get, tələsmə. Bəlkə o vaxta qədər özün öz üsullarınla sağaldın. Belə. Kanalımıza abunə olun dostlar. Buna görə minnətdar olarıq. Suallarınızı da verin ki, görək sizin də maraqlandırır. Eyni zamanda da bizi izləməyə davam edin.